Böyük qayıdış Xocalıya yeni nəfəs gətirir. Bugün daha 137 keçmiş məcburi köçkün Xocalı şəhərinə qayıdıb. 30 ildən artıq yurt həsrətindən sonra doğma evlərinə qayıdan Xocalı sakinlərinə mənzillərinin açarları təqdim olunub. Qeyd eləyək ki, köç prosesi Xocalının Ballıca kəndində də mərhələli şəkildə aparılır. Qarlı meşə, qorxu, həyəcan, təlaş, itki, ölüm, qan, gözyaşı. Uzun illər xatirəmizdə yalnız bu cür qalan Xocalıda bahar hökm sürür. Yazın ətri ilə doğma sakinlərin nəfəsi birləşir. Onların sevinç dolu gözyaşları, qayıdışın bəxş etdiyi qəhqəhəsi düşmənin nəfsini, bu yerlərin illərlə davam edən həsrətini yuyur. İlahi ədalətin təcəssümü sayılan böyük qayıdışın Xocalı mərhələsi davam etdirilir. Xocalıya aprelin 28-i növbəti dönüş gerçəkləşib. Bu dəfə Xocalı şəhərinə 33 ailədən ibarət 137 nəfər köçürülüb. Ne diyeyim valla, ben 33 yıl bundan qabaq oradan çıxmışam. Yoldaşım əndi qayıdır öz torpaqlarımıza, uşaqlarla. Allah prezidentimizin canını sağ eləsin, möhtərəm prezidentimizin sayəsində biz qayıdırıq ora. Allah təala şəhidlərə rəhmət eləsin, qazilərimizi şəfa versin. Çox sağ olsun prezidentimiz, bir-iki gündə əsas odur, öz torpaqlarımıza qayıdırıq. Bugün biz öz doğma vətənimizə, doğulduğumuz Xocalıya qayıdış edirik və orada xoş güzəran günlərimizi əvvəl necə yaşamışıq, gözəl günlər yaşamışıq, yenidən o günlərə qayıdırıq. Bugünkü gündə şükür öz torpağımıza rahat, sağlam qayıdırıb gedib yaşamağa, əbədi yaşamağa. Biraz həyəcanlıyıq. Bugünü çox arzulamışıq. Allah prezidentimizə can sağlığı versin. Şükür ki gedirik. Gedib öz doğma torpağımıza çıxırıq. Şükür. Prezidentimizə yenə də Allah can sağlığı versin. Bütün şəhidlərə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Ailələr Xocalıya səhər saatlarında Qobu Parkdan yola düşüblər. Günorta saatlarında isə illərlə həsrətində qaldıqları Xocalıya çatıblar. Xocalı şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Xocalı şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib. Xatırladaq ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə işğal edilib. İşğal zamanı Xocalıda ağlasığmaz, insanlığa zidd qətliam törədilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər isə əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68-i qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. Xocalı 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğaldan azad olub. Hazırda Xocalıya köçürülən ailələrin sayı 85-ə çatıb. Burada ailələrin rahat yaşaması üçün məktəb, inzibati bina və sairə inşa edilib, infrastruktur yenidən qurulub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.